Prezidentin Əbu Dabi səfəri təkcə siyasi deyil, həm də ciddi iqtisadi mesajlarla da yadda qaldı. İmzalanan sənədlər və aparılan müzakirələr Azərbaycanın investisiya cəlb ediciliyinin artdığını göstərir. Qlobal iqtisadi proseslərin dəyişdiyi bir dövrdə Azərbaycanın etibarlı tərəfdaşlarla qurduğu münasibətlər xüsusi əhəmiyyət daşıyır. Prezidentin Əbu Dabi səfəri də məhz bu kontekstdə strateji mahiyyət kəsb edir. Enerjidən yaşıl texnologiyalara, investisiya mühitindən ticarət əlaqələrinin genişlənməsinə qədər uzanan bu səfər Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri iqtisadi əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qarşılıqlı maraqlara söykənən bu əməkdaşlıq ölkəmizin regional və qlobal iqtisadi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Elə mövzu ilə bağlı danışan iqtisadçılar da deyirlər ki, Prezidentin Əbu Dabi səfəri Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq uzunmüddətli və dayanıqlı iqtisadi artımı təmin edən layihələrin reallaşmasına zəmin yaradır. Birləşmiş Ərəb Əmirlikləri Şərqin ən nüfuzlu ölkələrindən biridir. Xüsusən də yaxın şərqdə proseslərə əhəmiyyətli təsir göstərə bilən ölkədir. Bundan başqa bu ölkə ciddi surətdə investisiya resurslarına malikdir, ciddi maliyyə ehtiyatlarına malikdir ki, bu ölkənin bu ehtiyatları investisiya etməsi üçün Azərbaycan istiqamətlərdən biridir. Bu baxımdan ölkə prezidentinin artıq son illərdə bir neçə dəfə qarşılıqlı səfərləri iki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsinə imkan yaradır. Əbu Dabi ilə genişlənən iqtisadi dialoq Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyini möhkəmləndirir və yeni iş yerlərinin açılmasına, texnologiya transferinə, ixrac imkanlarının artmasına da şərait yaradır deyə təhlilçilər bildirirlər. Bəturə Nəbiyeva, Space.